Binə qəsəbəsi Safxoz ərazisində Şəhidlər abidəsinə yaxın belə 3 otaq 90 kvadratlıq ev çıxartmışıq. Sot yarımda. Həyətə bir maşın girir. Şambosu, yəni anbarı qazılıb, işığı var. Su yoxdur burada. İndi yoxdur deyiləndə quyu qazılıb, yəni vurmaq olar da. İki qonşuya vura bilərsiniz. Padvala giriş var. Qaz sayğacı amma olmayacaq. Belə bir ev çıxıb satdığı. Evin pəncərələrində qapısı hamısı qoyulubdur. Bir sözlə, yəni demək olar yarı təmirdə. Girirsən, belə koridordur. Çorni kartı zaten hamısı döşənlibdir. Hətta polluq da vurulub. Yəni laminat nəzərdə tutubdu. Ona görə belə vurub. Bura beton fikirləşib, mətbəx istədi. Bura qonaq otağıdır. Ev geniş evdir, böyük evdir. Çorni kart da vurulub, yerin laminatını dikə də vurulub. Bu bir otaq. Üzbəüz sanitar qoşa, bu da ikinci otaq. Bir dənə bunun qalıb içərinin şkaturu, laminat, ağartma falan. Qiymət 33 min. Binə qəsəbəsi Lələtəpə deyilən ərazidə asfaltdan 100 metr aralı.